Bugün mən yenə də mətbəxdəyəm. Bugünkü mövzumuz uşaqlarda həzm sistemini yaxşılaşdıran və şişkinliyi aradan qaldıran məhsullardandır. Yer kökü beta-karotinin və liflərinin zəngindir. Bişmiş və yaxud da ki, buharda hazırlanmış, bağırsağın hərəkətini tənzimləyir, şişkinliyi aradan qaldırır. Günün hansı vaxtlarda tövsiyə edirəm? Nahar və yaxud da ki, axşama doğru. Kabak eyni ilə bişmiş və buharda hazırlanmış, kalium və su ilə zəngindir. Həzmə yüngüllük gətirir, artıq mayyəni bədəndən çıxarır. Axşam və naharda yeməyi tövsiyə edirəm. Düyü, enerji və karbohidratla zəngindir. Sulu nəcislərdə daha faydalıdır. Amma əgər uşaqda qəbizlik və qəbizliyə meyillik varsa, o zaman məhdudlaşdırmaq tövsiyə olunur. Gün hansı vaxtlarda? Səhər və naharda vermək daha da faydalıdır. Sobada pişmiş alma piksin bağırsağı təmizləyir, şişkinliyi aradan qaldırır. Səhər və qalyanaltıda verilməsi daha da faydalıdır. Kartof enerji və kalium mədənin selektiv inşasını qoruyur. Naharda verilməsi tövsiyə olunur. Banan tam yetişmiş kalium və maqneziumla zəngindir. Bağırsağını sakitləşdirir. Lakin çox miqdarda verəndə şişkinliyi əmələ gətirə bilir. Səhər və qalyanaltıda verilməsi daha da faydalıdır. Yulaf sıyığı lif və B qrup vitaminindən zəngindir. Səhər yeməkdə daha faydalıdır, qəbizliyi aradan qaldırır. Kefir və yoğurt probiotikdir, qaz və sancıları aradan qaldırır. Axşam yeməyində fayda var. Yavan mərsimli antioksidantdır, vitaminlərlə zəngindir, qalyanaltıda verilməyə tövsiyə olunur, bağırsağın şişkinliyini götürür.